Bugün Quba rayon məhkəməsində hakim Zamin Tahirovun sədrliyi ilə rayon sakinləri Fərhad Abdurrəhmanov, Samir Xanlarov, Alxaz Danyalov, Mətləb Dadaşov, Sərvin Çobanov, Murad Zakirov, Səxavət Ələsgərov və Samir Talibovun Cinayət Məcəlləsinin 233 ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə, 315.2 hakimiyyət nümayəndəsinə qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zəruri tətbiq etmə, 186.2.2 əmlakı qəsdən məhv etmə və ya zədələmə, yandırmaqla, partladılmaqla və ya başqa ümumi təhlükəli üsulla törədildikdə və ya ağır nəticələrə səbəb olduqda maddələrlə təqsirləndirilmələrinə dair məhkəmə hazırlıq iclası keçirilib. Prosesdə zərərçəkən qismində Quba və Xaçmaz polis şöbələrinin 23 əməkdaşı, keçmiş icra başçısı Rauf Həbibovun nümayəndəsi və Quba rayon icra hakimiyyətinin nümayəndəsi iştirak edib. Hakim işin baxışa təyin edilməsi ilə bağlı qərar qəbul edib və prosesi 10 sentyabr saat 11-ə təyin edib. Qeyd edək ki, təqsirləndirilənlərdən Fərhad Tahirov, Samir Xanlarov və Alxaz Danyalov barəsində həbs qəti imkan tədbiri, digərləri barəsində isə başqa yerə getməmə qəti imkan tədbiri seçilib. Bugün mən əmoğlum Əbdurrahmanov Fərhadla bağlı, məhkəməsi ilə bağlı burada iştirak edirəm. Yəni mən bugün çox təəssüflənirəm ki, bu boyda xalqı, Quba cəmaatını təxir eləyən bir şəxs günün bugünü azadlıqdadır. Günahsız insanlar bugün içəridə əzab çəkir, əziyyət çəkir, ədalətsiz məhkəmə, ədalətsiz istintaq. Mən məhkəmənin gedişatından narazıyam, istintaq nəticələrindən çox narazıyam. Yəni ki, onlara aid olmayan bugün bir iddia irəli sürülür. Çox xahiş edərdim ki, bunu dövlət səviyyəsində baxılsın, bu uşaqlara təcili köməklik göstərilsin, buraxılsınlar. Çünki bu uşaqlar günahsız uşaqlardır. Xatırladaq ki, bu il martın 1-də Qubanın keçmiş icra başçısı Rauf Həbibovun yerli sakinlərin ünvanına söylədiyi təqlidçi fikirlərdən hiddətlənən minlərlə Qubalı rayon icra hakimiyyətinin qarşısında etiraz aksiyası keçirib. Rauf Həbibovun istifası tələbi ilə keçirilən aksiya ixtişaşa çevrilib. İxtişaşlar zamanı rayon icra başçısının villası və yardımçı tikililərin bir hissəsi yandırılıb. Ölkə başçısının fərmanı ilə Rauf Həbibov icra hakimiyyəti başçısı vəzifəsindən azad edilib.